Birinci qrup abituriyentin bazar günü necə keçir? Gəlin birlikdə baxaq. Normalda həmişə bazar günləri səhər mənim fizika hazırlığım olur, amma bu səfər yox idi çünki sınaq var idi. Evdə bir dənə video var idi, son zənglə bağlı onu çəkdim. Daha sonra isə rəqs üçün başladım geyinməyə. Yenə saçıma muz vururam, saçımı formaya salmaq üçün. Deməli dostlar, çıxdıq evdən, indi gedirəm rəqsə, oradan sonra da yenə evə gedəcəm. Bəli dostlar, gəlmişik hal-hazırda məktəbə, birazdan rəqs başlayacaq. Bayaqdan gəlmişik, hələ ki düzəməlli bir şey öyrənə bilməmişik. Deyəsən biz belə getsə son zəngdə oynamayacağıq dostlar. Burada rəqsin başlamağını gözləyirik, biraz özümüz üçün danışırıq, daha sonra isə başlayırıq təzədən oynamağa. Nələr oluyor həyatda? Hadi. Və artıq gördüyünüz kimi o möhtəşəm rəqsimizi başladıq. Hər rəqsə gələndə elə bir məşqə sıfırdan başlayırıq, çünki bir çoxumuzun yadından çıxır demək olar. Gedəndən sonra bir-iki dənə dərsim var, onu eləyəcəm sabah üçün. Sabah birinci gündür. İmtahana da 27 gün qalıb, yoxsa 26 gün. İkisindən biri. Və dostlar, biz hal-hazırda rəqsimizi bitirmişik və indi evə gedəcəyik. Məktəbdə bir-iki dənə işimiz qalıb, onu da həll edirik. Daha sonra isə evlərə dağılışırıq nəhayət. Rəqsimiz bitəndən sonra marketə getdik və kiçik bir dondurma fasiləsi verdik. Daha sonra isə yenidən evə gedib dərs oxuyub axşam yürüyüşünə düşdüm parkda. Dayanmayıb yenidən bir dondurma fasiləsi verdim. Deyəsən havanın çox yaxşı olmasından biraz istifadə eləmişəm. Qəşəngdir. Amma belə Oreo'dan çox da fərqi yoxdur yəni. Maraş dondurmalarında olur, top Oreo'lar, onun dadı kimidir yəni. Nəysə, möhtəşəm fikirlərimi də bildirəndən sonra gəldim evə. İnformatikadan axır 3 dənə suallara baxacağam, hansı ki algoritm və Python-dan düşən suallar, onlara baxacağam və daha sonra sabah üçün fizika hazırlığım var, onu edəcəm. Belə. Bəs sizin bir gününüz necə keçir? Şərhlərdə bildirməyi unutmayın. Sağ olun.